Bilirdinizmi ki, canınızın rəsmi bir qiyməti var? Yox, mən qara bazardan və ya cinayət aləmindən danışmıram. Mən dövlətlərin və sığorta şirkətlərinin bizim ömrümüzə qoyduğu dəqiq manat məbləğindən danışıram. Əgər bir gün ağır xəstələnsəniz, bir kompüter proqramı sizin yaşamağa dəyib-dəyməyəcəyinizə qərar verəcək. Gəlin sizi səhiyyə iqtisadiyyatında QALY ilə tanış edim. QALY, Quality Adjusted Life Year adlanan bir terminin baş hərfləridir, yəni keyfiyyətə görə tənzimlənmiş ömür ili. Məsələn, tam sağlam keçən bir iliniz bir QALY, yəni bir xal hesablanır, amma xəstəliklə keçən iliniz 0,5, məsəl üçün deyirəm rəqəmləri, və ya 0,3 xal hesablanır və dövlət və ya sığorta şirkətləri büdcə ayıranda sizin hisslərinizə yox, bu soyuq rəqəmlərə baxırlar. İndi ən maraqlı və bir o qədər də qorxulu hissəyə gəlirik. Dünyada hər il minlərlə dərman istehsal olunur, amma dövlət bunların hamısını ala bilməz. Buna görə də bir limit qoyulur. Bir keyfiyyətli ömür ilinin limiti, yəni bir QALY-nin qiyməti. Ümumdünya Səhiyyə Təşkilatının klassik yanaşmasına görə bir ölkədə bir QALY-nin, bir keyfiyyətli ömür ilinin qiyməti həmin ölkədəki adam başına düşən ümumi daxili məhsulun 3 mislindən çoxdursa, həmin müalicə iqtisadi cəhətdən səmərəsiz hesab olunur. Məsələn, Böyük Britaniyada bu rəqəm orta hesabla 20-30 min funt sterling arasında dəyişir. Əgər sizi xərçəngdən sağaldacaq və ömrünüzü 1 il uzadacaq dərmanın qiyməti 100 min funt sterlingdirsə, dövlət deyir ki, xeyr, bu həyat o qiymətə dəyməz. Bəli, bu biraz sərt səslənir, amma iqtisadiyyatın məhdud resurslar qanunu belə işləyir. Hamımızın bu suallarla üzləşmə ehtimalı var. Hansı əməliyyat paketə daxil olmalıdır, hansı yox? Hansı xəstəlik iqtisadi cəhətdən səmərəlidir, hansı yox? Bir gəncin həyatını xilas etmək, yoxsa 80 yaşlı birinin həyatını 1 il uzatmaq? Bu təkcə tibbi yox, həm də etik və iqtisadi bir döyüşdür. Bugün cibimizdə daşıdığımız sığorta kartı da əslində bizim həyatımızın limitini göstərir. Azərbaycandakı bu limit isə 40 min manat civarındadır. Əgər sizin həyatınızı 1 il uzadacaq xərc 40 min manatı keçirsə, dövlət bunu ödəməkdən imtina eləyir. Sizcə dövlət bir insanın ömrünü 1 il uzatmaq üçün nə qədər pul xərcləməlidir? Limitsiz, yoxsa həqiqətən insan ömrünün pulla bir qarşılığı varmı? Gəlin bu soyuq həqiqəti şərhlərdə müzakirə eləyək.